Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Gündəm verilişində hər birinizi xoş gördük. Bugün biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, həmçinin cəbhə xəttində baş verən erməni təxribatları ilə bağlı, hazırki cəbhə xəttindəki hazırki durumla bağlı söhbət aparacaq. Bununla bağlı studiyamıza qonaqda dəvət etmişik. Qonağımız ehtiyatda olan polkovnik leytenant, hərbi ekspert Üzeyir Cəfərovdur. Üzeyir müəllim, xoş gəlmişsiniz. Təşəkkür edirəm dəvətinizə görə. Minnəttar. Üzeyir müəllim, bildiyiniz kimi fevralın 25-də cəbhədə döyüşlər baş verdi. Bu döyüşlər nəticəsində biz də 5 şəhid verdik. Təbii ki, ermənilərin itkiləri bundan dəfələrlə çox oldu. Əslində, fevralın 25-də nə baş verdi? Ermənilər nə üçün bu təxribat törətdilər? Deməli, fevralın 25-nə qədər bir sıra məsələlər oldu. O məsələlər, belə deyək də, sağ-salamat ötüşdüsə, amma 24-dən 25-nə keçən gecə düşmən mövqələrimizə həddən artıq, belə deyək, həyasızcasına müdaxilə etməyə çalışdı və sözsüz ki, bu hərəkət Azərbaycan Silahlı Qüvvələri tərəfindən diqqətsiz saxlanıla bilməzdi və bizim də həmin hərəkətə qarşı lazım olan addımlarımız oldu. Müharibə itkisiz olmur, müharibə elə bir ağır bir sahədir ki, bütün dünya müharibə sözündən ümumiyyətlə çəkinir. Amma Azərbaycanın da bəxtinə çox bədnam bir qonşular düşüb. Yəni, Ermənistan artıq neçə illərdir dinc dura bilmir, sakit dura bilmir və hələ 88-ci ildən başlayan o, belə deyək də, onların o həyasızlığı, havadarları vasitəsilə bizə torpaq itkisi ilə, yəni 20%-dən artıq torpaq itkisi ilə başa gəlib. Amma Azərbaycan mənə gəlir ki, o məqam yaxınlaşır. Çox tezliklə həm ərazi bütövlüyümüzü bərpa eləyəcəyik və suverenliyimiz də tam şəkildə bərpa olunacaq. 24-dən 25-nə keçən gecə deməli düşmən məhz Xocavənd istiqamətində, o istiqamət ki, hansı ki uzun müddət idi, düşmən o istiqamətdən bizim mövqələrimizə açıq şəkildə müdaxilə etmirdi. Bundan əvvəl daha çox Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, yəni birbaşa dövlət sərhəddi olan Tovuz və Qazax istiqamətində onlar təxribatlar həyata keçirirdilər. Bundan sonra ötən il aprel ayında itirdikləri keçmiş Ağdərə rayonu istiqamətində olan o Talış istiqamətində təxribatlar həyata keçirməyə cəhd etdilər. Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri onların bütün hərəkətlərini izləyir və düşmənə çox, belə deyək, sərt şəkildə onun layiq olduğu cəzanı verdi. Amma Xocavənd istiqamətində, yəni o Füzuli istiqamətində, yer gəlmişən onu da deyim, hörmətli tamaşaçıların diqqətinə onu da çatdırım ki, mən vaxtı ikən, yəni o atəşkəsə qədər həmin istiqamətdə döyüş briqadasının komandir mavini vəzifəsində xidmət keçmişəm, o istiqamətləri yaxşı bilirəm. Və düşmən məhz o istiqamətdə, belə deyək də, canlı qüvvə və texnika cəlb etmişdi. Azərbaycan Silahlı Qüvvələri də düşmənin nə etmək istədiyini, yəni aydınlaşdırmaq üçün, onun o təxribatlarının qarşısını almaq üçün bizim kəşfiyyatçılar gecə saatlarında həmin ərazidə o indi çoxlarının bəzi, belə deyək də, başa düşən də, başa düşməyən də bu müzakirə mövzusunə çevirib ki, bu neytral ərazi... Bilən, bilməyən danışır. Bu məsələyə aydınlıq gətirir. Yəni, o neytral... Binalarımız iki yerin arasıdır. Və o görüntülərdə də siz özünüz görmüşsünüz ki, bizim, belə deyək, mühəndis istehkam xidmətinin əskərləri, o cümlədən kəşfiyyatçı zabitlər, əskərlərlə bir yerdə düşmənin ön xəttdə, yəni nə işlə məşğul olduğunu öyrənmək üçün, yəni həmin o neytral əraziyə getmişdilər və düşmən də xaincəsinə bu erməni xislətinə uyğun olan bir hərəkət idi. Bizim hərbi qulluqçularımıza atəş açdı. Azərbaycan Silahlı Qüvvələri də çox qısa bir müddətdə, elə bu dəqiqələrdə mən studiyaya gəlməzdən öncə də məlumat aldıq ki, ötən gecə deməli düşmənin o, belə deyək, həmlələri yenə də dəf olunub, onların deməli, o məntəqəsi sıradan çıxarılıb, şəxsi heyətdən itkiləri var. Dünən, deməli, onlar ağır texnika itkisinə məruz qalıblar. Bir sözlə Azərbaycan Silahlı Qüvvələri layiqli şəkildə düşmənin, belə deyək də, o hərəkətlərini cavablandırır. Əlbəttə ki, bu sonsuzluğa qədər belə davam edə bilməz. Yəni, bizim belə dözüm nümayiş etdirməyimiz. Mən başa düşürəm ki, düşmən bu dəfə çox sərt şəkildə cəzalandırılacaq və inşallah ölkə rəhbərliyinin o qətiyyətli addımı nəticəsində Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirəcək və Azərbaycanın o işğal altında olan ərazilər mütləq mənada Azərbaycanın yurisdiksiyasına qayıdacaq. Üzeyir müəllim, xarici ekspertlər belə bir fikir irəli sürürlər ki, ermənilər ötən il aprel ayında hansı ki məğlubiyyətə uğradılar
bunun əvəzinə çıxmaq üçün bu ilin aprelində, 2017-in aprelində hazırlaşırlar və ciddi, belə deyək də, hərbi əməliyyatlar baş verə bilər, geniş miqyasda hərbi əməliyyatlar baş. Siz necə fikirləşirsiniz? Bilirsiniz, nə qədər ki, Dağlıq Qarabağla bağlı məsələ həll olunmayıb, yəni istənilən an, istənilən hadisənin baş verməsi mümkündür. Yəni, ötən ilin aprelində də biz bunun canlı şahidi olduq. Amma ermənilər çox ağır, sarsıcı zərbə aldılar. Və mən yeri gəlmişkən sizin mənə verdiyiniz fürsətdən istifadə edib, hörmətli tamaşaçıların diqqətinə bir şeyi çatdırmaq istəyirəm. Ötən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin çox cüzi bir məhdud sayda şəxsi heyəti, yəni onların o təxribatının qarşısının alınmasına cəlb olunmuşdur. Bizim geniş anlamda, hərbi anlamda o hərbi əməliyyatlar heç keçirilməmişdir. Çünki hərbi əməliyyat o deməkdir ki, bütün növ silahlardan, təyyarə, helikopter, artilleriya, belə deyək, piyadaların döyüş maşını və digər, yəni bütün atributları. Bizim ötən il aprel ayında Allah qəni-qəni rəhmət eləsin, xüsusi təyinatlarımızın, yəni düşmənin o həmləsini dəf edərkən həyata keçirdikləri əməliyyat sonraki mərhələdə bizim, belə deyək, 2 helikopter və bir neçə, belə deyək, ağır texnikanı sadəcə o xüsusi təyinatlıları o erməni mühasirəsindən çıxarmaq üçün, yəni istifadə etdiyimiz texnikaydı. Amma geniş anlamda indi bugün Azərbaycan Silahlı Qüvvələrinin bütün imkanları var ki, düşmənin o belə deyək də, həyasızlığın qarşısını alsın. Yəni, baş verə biləcək hadisələr istənilən an baş verə bilər. Çünki düşmən ağıllanmaq əvəzinə bir qədər də belə deyil, cəbhə bölgəsinə əlavə şəxsi heyət cəlb eləyir, muzlular gətirir. Bilirsiniz ki, Azərbaycan Müdafiə Nazirliyi dünənləri məlumatında, rəsmi məlumatında bu fakta toxundu. Xeyli texnika cəlb eləyib. Ona görə də istənilən an biz hazır olmalıyıq. Onsuz da torpaqları işğaldan azad etmək Azərbaycanın üzərinə düşən bir vəzifədir. Düşmənin yeganə edə biləcəyi ölkə başçısının dediyi kimi, əgər onlar ölmək istəmirlərsə, Ağdamda, Füzulidə, ümumiyyətlə, yəni Dağlıq Qarabağ və ətraf rayonlarda ölmək istəmirlərsə, tez bir zamanda öz şəxsi heyətini geri çəkməlidir. Bütün göstəricilər hüquqi baxımdan, və insani resurslar baxımından, hətta bu yaxınlarda Stockholm Sülh Araşdırmalar İnstitutunun hesabatında da vardı. 20 dəfədən çox biz, düşməndən çox silah əldə etmişik. Özdə bizim silahlarımız öz halal pulumuza aldığımız 3-cü, 4-cü nəsil silahlardır. Ermənistanın isə Rusiyadan diləndiyi 102-ci bazadan, o Gümrü şəhərindən çıxarılan o silah-sursatdır ki, hansı ki... 60-70-ci illər. Bəli, yəni o, belə deyək, birinci, ikinci nəsil, belə deyək, ən uzaq, yaxşı halda 3-cü nəsil bir neçə silah verilib və bunlar ötən ilin sentyabrının 20-dən keçirilən o paraddan sonra hələ də o euforiyadan sakitləşə bilmirlər. O İskəndər silahlarından bağlıdır. İskəndər silahları, mən bunu bir dəfələrlə demişəm və bir daha fürsətdən istifadə edib o fikri təkrarlamaq istəyirəm ki, əvvəla Ermənistanın, üzr istəyirəm, o Lori dinləndisi, duxu çatmaz o silahdan istifadə eləmək. Özü də gözəl bilir, baxmayaraq ki, son vaxtlar onlar dəfələrlə bizə hədələyirlər. Naxçıvanda Əlahidə Ümumqoşun ordusunun arsenalında olan silah 43 kilometr məsafədir. 43. Amma İrəvandan bunlar Bakını hədələyirlər. Biz Bakını vuracağıq, Mingəçeviri vuracağıq, Gəncəni vuracağıq. Mən yenə də deyirəm ki, bunu yalnız ağılsız ermənilər deyə bilər, necə ki, onlar bunu deyirlər. Ona görə də bilirsiniz, xarici ekspertlər, bilirsiniz, bəzən Ermənistanın xeyrinə, maraqlarına belə hesablanmış addımlar atırlar. Açığım deyim, yəni mən bu fikrimi nə ilə əsaslandırıram? Çünki onlar sanki Azərbaycan cəmiyyətinin və Azərbaycan rəsmilərinin nəbzini yoxlamaq istəyirlər ki, biz doğrudan mı belə deyək, nə isə eləmək istəyirik. Biz onsuz da edəcəyik. Üzeyir müəllim, müharibə necə başlaya bilərmi? Müharibə qaçılmazdır. 20 ildən artıq biz bunu gördük ki, beynəlxalq qurumlar, başda ATƏT Minsk qrupunun həmsədr ölkələri olmaqla bu məsələnin status quo-nun dəyişməməsinə yönəlmiş addımlar atdılar. Bizim də, yəni, artıq ölkə başçısı da, Müdafiə Naziri də, Xarici İşlər Nazirimiz də, yəni bilavasitə bu müharibənin havasını dünyaya duyduran birinci şəxslər bildirdilər ki, Azərbaycan çox təəssüflənir ki, beynəlxalq qurumlar belə bir mövqe tutdular. Təsəvvür edin ki, artıq BMT-nin yeni baş katibi var. Portuqaliyanın sabiq Xarici İşlər Naziri Antonio Guterres. Bu yaxınlarda Dağlıq Qarabağla bağlı güya bu narahatçılığını ifadə edir. Mən bundan da əvvəl dedim ki, yəni belə bir fikir səsləndirmişdim ki, Azərbaycan Milli Məclisinin üzvləri bundan əvvəlki baş katib Pan Ki-moona sual ünvanladılar BMT-nin tribunasında çıxışı zamanı ki, hörmətli baş katib, sizin o BMT qətnamələri ilə bağlı fikriniz nədir? O, belə deyək də,
özündə cürət tapıb bu məsələyə aydınlıq gətirmədi. İndiki baş katib də güya baş verənlərdən narahatdır. Narahat olmağa lazımdır, narahat olmağa dəyməz. Narahat onda olmaq lazımdır ki, Ermənistan adlı bir belə deyildi, cılız, iqtisadi vəziyyəti qat-qat zəif olan bir ölkə BMT kimi belə deyildi, dünyanın ən böyük siyasi təşkilatına deməzdir meydan oxuyur, sadəcə onun sənədlərinə hörmətlə yanaşmır. ATƏT Minsk qrupunun həmsədrləri, baxın görün, Fransa prezidenti hansı fikri səsləndirir. Yəni, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bir ölkə kimi ərazi bütövlüyü və sonra xalqların öz müqəddəratını təyin etmə məsələsi olduğu halda, amma onlar, belə deyə, sanki varağı ayaqdan başa oxuyurlar. Təsəvvür edirsiniz, yəni bunlar xalqların öz müqəddəratını təyin etmək, bir növ belə deyək, separatçılara bir dəstək fikri səsləndirilir. O cümlədən də biz bilirik ki, konkret olaraq Ermənistanın arxasında hansı qüvvələr dayanır, onlar da təəssüflər olsun ki, ədalətli mövqe tutmur. Hüseyn müəllim, maraqlı bir məqama toxunur, ATƏT ilə bağlı. Hadisələr baş verir. Amma bu hadisələr baş verməmişdən əvvəl ATƏT Minsk qrupunun üzvləri turist səfərləri kimi tez-tez gəlib gedirlər. İndi heç kim yoxdur. Səslər də çıxmır. Bilirsiniz, mən bir məsələni qeyd edeyim ki, bilirsiniz, hörmətli dövlət başçısı bu yaxınlarda 40 günə yaxın erməni, belə deyək də, girovluğunda saxlanılan cansız bədəni olan o, belə deyək, Çingiz Qurbanovla bağlı ermənilərin o, belə sərgilədiyi insanlıqdan kənar münasibətlə bağlı beynəlxalq qurumlardan bir nəfərdən səs çıxmadı. Baxmayaraq ki, Azərbaycan rəsmi olaraq ATƏT-ə, digər qurumlara da müraciət elədi, amma onlardan səs çıxmadı. Biz səbir, dözüm nümayiş etdirdik, öz, belə deyək, qəhrəman əskərimizi layiqincə qarşıladıq və o layiq olduğu qiyməti də aldı. Yəni, Azərbaycan milli qəhrəmanı. Yeri gəlmişəm, fürsətdən istifadə edib Çingiz Qurbanovun ailəsinə bir daha, yəni, başları sağ olsun deyirəm və Azərbaycan xalqının öz övladına verdiyi o layiqli qiyməti bir daha xatırlatmaq istəyirəm ki, Çingizin həqiqətən də qəhrəmanlığı diqqətdən kənar qalmadı. İndi bizim, belə deyək də, vətən uğrunda canlı qurban vermiş son şəhidlərimizə də deyirəm. Ümumiyyətlə, 90-cı ildən bu yana nə qədər şəhidlərimiz var, onların hər biri bizim üçün əzizdir, yəni unudulmazdır. Biz Azərbaycan xalqı olaraq onları hər zaman xatırlamalıyıq və xatırlayırıq. O ki, qaldı bu beynəlxalq qurumların belə ikili standartdan, belə münasibətindən. Mən elə başa düşürəm ki, artıq bu proses də yaxın zamanlarda öz məntiqi nəticəsinə çatacaq. Çünki bəli, yəni artıq etimad, yəni onlara verilən o vaxtdan onlar kifayət qədər 20 ildən bir güzəşt idi. Biz danışıqlara getməklə, amma bu sonsuzluğa qədər həqiqətən də necə ki ölkə rəhbərliyi deyir, sonsuzluğa qədər davam edə bilməzdi və artıq mən hesab edirəm ki, bu son baş verən hadisələr də məntiqi nəticəsi kimi Azərbaycanın işğal altında olan əraziləri Azərbaycan Silahlı Qüvvələrinin o mətinliyi və cəsarəti sayəsində geri qaytarılacaq. Hüseyn müəllim, son olaraq bir məsələ ilə bağlı da sizin fikrinizi öyrənmək istəyərdim. Fevralın 20-sində referendum keçirilir, 25-də bu hadisə baş verir. Bu sizcə təsadüfdürmü? Bilirsiniz ki, ümumiyyətlə bu referendum Ermənistanın olan qalan hörmətinə də, belə deyək də, çox böyük bir zərbə oldu. Çünki o referendumu heç kim tanımadı və heç tanıya da bilməzdi. Bundan da əlavə, bilirsiniz, Ermənistanda nə qədər vəziyyət daxildə gərgin olur, onlar diqqəti yayındırmaq üçün mütləq cəbhə amilindən istifadə edir. Görün, iş nə yerə çatıb ki, Serj Sarkisyanın bir vaxtlar cinayətkar komandasında olan Seyran Ahanyan da artıq Ermənistan prezidentinə qarşı çıxış edir və deyir ki, o da xalqlandı, xalq da belə idarəçilikdən, belə deyək də, narazıdır. Və təsəvvür edin ki, bu yaxınlarda yəqin ki, mətbuatda hörmətli tamaşaçıların da diqqətindən bu fakt yayılmadı. Seyran Ahanyan artıq Azərbaycana, belə deyək də, yönəlik bəzi fikirlər səsləndirməyə çalışır, amma biz unutmamalıyıq ki, bu həmin Seyran Ahanyandır ki, Əli Xocaldakı o günahsız insanların qanına batıb, hansı ki biz Xocalı faciəsinin bu günlərdə 25 illiyini qeyd elədik. Bu həmin digər yanlardan biridir ki, hansı ki bu günləri Ermənistanda sadəcə hakimiyyətə gəlmək üçün mübarizə aparırlar. Yeri gəlmişəm bir məqama da toxunum, yəni əgər imkan varsa, bizim sosial şəbəkədə istifadəçilərindən çox acizanə xahişim var. Çünki bu baş verən proseslərdə, bilirsiniz, baş verən proseslərdə bəziləri özlərini qəhrəman kimi göstərmək istəyirlər. Hansı ki, bunların ümumiyyətlə müharibədən həqiqətən də, yəni belə deyək də, o kinolardan bir də ki, gündəlik həyatlarda o orada-burada eşitdiklərindən.
imkan verək Müdafiə Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirsin. Çünki sosial şəbəkə istifadəçilərimiz çox təəssüflər olsun ki, bilirsiniz, klaviatura arxasında az qalır şirə pələngə dönsünlər. Amma onların ən ehtiyatsız bir xəbəri, ən ehtiyatsız bir addımları bizim ön xəttə xidmət keçən minlərlə oğullarımızın həyatı bahasına başa gələ bilər. Çünki bilirsiniz, indi müharibə aparmaq da çox çətindir. Bilirsiniz, 90-cı illərdə bu sosial media yox idi, sosial şəbəkələr yox idi. İndi sosial şəbəkələr... İnformasiya müharibəsi də. Bəli, informasiya müharibəsində heç olmasa gəlin biz düşmənə hansısa bir, belə deyək də, pas ötürməyik. Çünki bu informasiya müharibəsində bilirsiniz, atalarımız gözəl bir söz deyirlər. Deyir, güllə yarası sağalır, söz yarası sağalmır. Çünki o söz savaşında, informasiya müharibəsində biz düşməni üstələsək, biz çox şeylərə nail ola biləcəyik. Ona görə də mən sizin mənə verdiyiniz fürsətdən istifadə edib, mən bir daha müraciət edirəm ki, əzizlərim, ölkənin Müdafiə Nazirliyi var, bizim güclü ordumuz var. Bütün, belə deyək də, məhsuliyyət onların üzərinə düşür. Gəlin onlara mane olmayaq, sadəcə onlara əskər və zabitlərimizə dəstək olaq. Amma nə etmək olar? Sapı özümüzdə olan baltalar əvvəl də olub, bugün də var, bundan sonra da olacaq. Çox sağ olun Üzeyir müəllim, minnətdaram sizə, əziyyət çəkib studiyamıza gəlmişsiniz. Kifayət qədər geniş, ətraflı məlumatlarınıza görə minnətdarıq sizə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, bir daha xatırladıram ki, studiyamızın qonağı ehtiyatda olan polkovnik leytenant, hərbi ekspert Üzeyir Cəfərov idi. Salamat qalın.